Ata, buludlardan yuxarıda mıdır haqq? Mən onu görə bilmirəm. Amma bilirsən, o qədər çox hiss edirəm ki, toxunuşlarının mükəmməl olduğunu. Onun məni gördüyünü çox yaxşı bilirəm. Görəsən, oradan baxanda necə görünürəm? Ata, sol tərəfdə tıp-tıp atan yerdə midir Həbib? Hərdən susqunluğunu hiss edirəm. Elə qorxuram ki, birdən o atmasa. Ata, şah damarımda mıdır əziz? Mən ölsəm, o həmişə var, hə? O sənə, anama, sevdiklərimə yetər, hə? Ata, əzəli midir Rəbb? Əbədi midir Allah? Hər oxuduğum gözəl sözdə, gözəl əməldə, ən saf duyğularda mövcuddur, hə? Ata, o mudur? Hər yağış damlasında mələklərini bizə göndərən? O mudur? Ulduzların par-par yandığı gecələrdə bizi dinləyən? Ata, nə yaxşı ki, o məni yaradıb. Bəs mənə xəta edərkən xəbər verən nəğmə onun səsidir? Ata, azanı buludlar da dinləyir, hə? Bəs bədbəxtlərə yardım edən tək kimsə odur? Ata, qəbrimdə baş daşıma adımı deyil, Allahın qulu yazarsan olar? Ata, mən çox günahkaram. Cəhənnəm, cənnət düşünmürəm əslində. Mən ən sevgilini kədərləndirirəm. Peşman mıdır məni yaratdığına? Utandım Rəbbimin qarşısında. Ona səcdə etmək, bilirsən necə gözəl hisdir. Ona dua etmək, sanki əlimi tutacaqmış kimi əllərimi açmaq, ona ağlamaq və ona şükür etmək. Ata, mən onu çox sevirəm, bilirsən? Ata, son sözüm onun adı ilə bitəcək. Son şükranımı çatdır ucalıqlara.